Hörmətli müdavinlər, gəlin belə bir mix sualına baxaq. Bu sual MHM test toplusundandır və imtahanlara da düşüb. Deməli, deyir ki, şəkildəki sistemdə sürtünmə qüvvəsi yalnız cisimlər arasında mövcuddur, yəni burada mövcuddur və sürtünmə əmsalı 0,5-dir. İpin gərilməsi neçə newton olduğunu hesablayın. Yəni bizdə buradan ipin gərilmə qüvvəsini istəyir. Biz bilirik ki, ipin gərilmə qüvvəsi ipin bağlandığı nöqtəyə doğru yönəlir həmişə. Deməli, hər iki tərəfdə ipin gərilmə qüvvəsi göstərdiyim istiqamətdə yönələcək. Bunu təyin elədiyimizə görə gəlin hər bir cismi ayrı-ayrılıqda kənarda çəkim və başlayaq ona təsir edən qüvvələri tapmağa. Baxın, birinci 2 kiloqramlıq cisimimiz var burada. Bu 2 kiloqramlıq cismi çəkirəm. 2 kiloqramlıq cismə bu istiqamətdə bir T gərilmə qüvvəsi, bu istiqamətdə 50 newtonluq baxın, həmin bu qüvvə təsir eləyir. Bilirik ki, cisim 50 newtonluq qüvvənin təsiri ilə bu istiqamətdə hərəkət eləyir. Eləmi? Onda sürtünmə qüvvəmiz hərəkətin əksinə olduğuna görə baxın, burada tam tərsinə əks istiqamətdə yönələcək. Burada bir sürtünmə qüvvəmiz var. Gəlin sürtünmə qüvvəmizi bu başdan tapaq. Sürtünmə qüvvəsi mj-yə bərabərdir. Mü'müz 0,5 vurulsun 10. Bu da vurulsun, nədir? Kütləmiz 2-dir. Buradan alırıq ki, deməli bizim sürtünmə qüvvəmiz 10 newton imiş. Sürtünmə qüvvəsini təyin elədik. İndi gəlin, deməli bu istiqamətdə də bir 10 newtonluq sürtünmə qüvvəsi var. Onda əvəzləyici qüvvəni yazsaq, MA bərabərdir. Cisim bu istiqamətdə hərəkət etdiyinə görə, deməli 50 newtonluq qüvvə daha böyükdür. 50 çıxılsın, T üstə gəlinsin 10. Buradan m'imiz 2-dir. 2A bərabərdir. Onda A bərabərdir. A-nı təyin eləsək buradan 50 çıxılsın. T çıxılsın 10. Bölünsün 2. Buradan tapırıq ki, bizim təcilimiz nə oldu? 40 çıxılsın. T bölünsün 2. Baxın, bunu yadda saxlayırıq. Burada qalsın. İndi gələk ikinci cismimizə baxaq. İkinci cismimiz isə 3 kiloqramlıq cisimdir. Əgər burada sürtünmə qüvvəsi, yuxarıdakına təsir edən sürtünmə qüvvəsi bu istiqamətdə yönəlirsə, deməli bu cismə təsir edən sürtünmə qüvvəsi də bu istiqamətdə yönəlməlidir. Yəni tam tərsinə. Onda belə çıxır ki, MA bərabər olacaq. Cisim yenə bu istiqamətdə hərəkət elədiyinə görə gərilmə qüvvəsi böyükdür. Onda gərilmə qüvvəsi çıxılsın sürtünmə qüvvəsini də 10 tapmışdıq. Bizim buradan deməli m'imiz 3-dür. 3A bərabərdir. T çıxılsın 10-dur. Buradan da A nəyə bərabər olacaq? T çıxılsın 10 bölünsün 3. Gətirib burada A-nın qiymətini tapmışıq. Onları yerinə qoysaq, onda olur ki, 40 çıxılsın T bölək 2 bərabərdir. T çıxılsın 10 bölünsün 3-ə. Buradan vuranda nə olur? 2T çıxılsın 20 bərabərdir. 120 çıxılsın 3T-yə. Bu istiqamətdə keçərsə 5T bərabər olacaq nəyə? 140-a. Onda buradan da 140-ı 5-ə böləndə T olacaq 28. Deməli, ipin gərilmə qüvvəsi 28 imiş. C variantı.